Bir zamanlar çetin günler yaşayan bir ülke vardı. Bu ülkenin adı Azerbaycan idi. İnsanlar müstakillik kazansalar da karşılarında çok büyük problemler vardı. Karışıklık, iktisadi çetinlikler ve müharibə. Xalqın geleceğine inamı sanki zayıflayırdı. Belə bir zamanda xalqın ümidlə baxdığı bir insan vardı. Heydər Əliyev. O uzun iller dövlət idarəçiliyində böyük təcrübə qazanmış, güclü iradəsi və uzaq görənliyi ilə tanınan bir lider idi. 1993-cü ildə ölkədə vəziyyət çox gərginləşəndə insanlar onu yenidən rəhbərliyə dəvət etdilər. Heydər Əliyev vətənə qayıdaraq böyük məsuliyyəti öz üzərinə götürdü. O ilk növbədə ölkədə sabitlik yaratmağa çalışdı. Çünki bilirdi ki, sabitlik olmadan inkişaf mümkün deyil. Qısa müddətdə dövlət qurumları möhkəmləndirildi. Ölkədə qanunçuluq bərpa olundu. Daha sonra isə Azərbaycanın gələcəyini dəyişdirən böyük layihələr başladı. Dünyanın aparıcı şirkətləri ilə enerji müqavilələri imzalandı. İqtisadiyyat dirçəldi və ölkə beynəlxalq arenada öz mövqeyini gücləndirdi. Xalq onu boşuna xilaskar adlandırmırdı. Çünki o, çətin zamanlarda ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, dövlətçiliyin möhkəm təməlini qoymuşdu. Bu gün də Heydər Əliyev Azərbaycan tarixində xalqını ən ağır sınaqlardan çıxaran, müstəqil dövlətin bünövrəsini möhkəmləndirən böyük lider kimi xatırlanır.